Bunu da İlham Əliyev edibmiş. Bizim üçün çaşdırıcıdır. Ermənilər heyrət içində. Qüds erməni patriarxalığı İsrail parlamentinin gündəliyindən qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin çıxarılmasını dərin məyusluqla qarşıladığını bəyan edib. Global xəbər verir ki, bu barədə Lurer nəşri yazıb. Patriarxlıq vurğulayıb ki, xarici dövlətin İsrailin daxili məsələlərinin müzakirəsinə belə bir təsir göstərə bilməsi narahatlıq doğurur. Azərbaycan Knesset də hansısa məsələnin müzakirəsini gecikdirməsi və hətta ləğv edə bilməsi diqqət çəkən faktdır. İlham Əliyevin həm İsrail rəsmilərinin siyasi hesablamalarına, həm də Knessetin müzakirə etməyə hazır olduğu mənəvi məsələlərə təsir göstərə bilməsi bizim üçün çaşdırıcıdır. Knessetin qanunvericilik gündəliyi və müzakirələri İsrailin suveren məsuliyyəti altında qalmalıdır. Qeyd edək ki, bir qədər əvvəl İsrail Haaretz qəzeti rəsmi Bakı təzyiqindən sonra İsrail qondarma erməni soyqırımının tanınması prosesini dayandırdığını yazıb.